Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqası Neftçi İdman Klubu Gənclik görüşü sizlərə təqdim olunur. İnanırıq ki, hər iki komanda bugün gözəl oyunla azarkeşlərini sevindirəcək. Komandaların heyətlərini sizə təqdim etməmişdən əvvəl oyunu idarə edən hakimlə tanış olaq, Rəhman Xudiyevdir. Komandaların heyətləri bu cürdür ilk növbədə bizlərə qonaq komanda Gənclik göstərib. Onların heyəti belədir. Qapıcı hal-hazırda top onda da 35 nömrə Cəfər Kərimov, 4 Umahan Mehdiyev, 10 Sahib Dinizadə, 11 Seyfi Hüseynzadə, 12 Eldar Hacıyev, 18 Ali Həsənli, 99 Turan Abdullayev, 6 Agil Məmmədov, 17 Akif Nəbiyev. Komandanın baş məşqçisi Vasif Rızayevdir. İndi isə Neftçidə qapıda 99 nömrə Camal Dəmirov, 3 Zülfiyar Əkbərzadə, 7 Vüsal Babalı, 9 Şirməmməd Rızayev, 10 Kapitan Eytibar Seyidov, 17 Sübhan Göyüşov, 19 Zeyd Qurbanlı, 21 Səlim Əli Məmmədov, 8 Ruslan Tağızadə, 6 Sakit Yolçuzadə, 11 Abbas Əkbərli, 22 Ayxan İskəndərli, 12 Məmmədli Məmməd Əli Həsənli, 2 İsa Əlizadə. Outdan Neftçi oyuncuları topu oyuna üzr istəyirəm, 2 zərbəsi ilə yerlə ötürmə. Umaxan topu irəli vurur. Gənclik komandası hücum qurmağa çalışır. Sahib toplar irəli. Komandanın 10 nömrəli oyuncusu Sübhan ona qarşı oynayırdı. Hakim ikinciden zərbə təyin edir. Sahib Dinizadə komandanın 10 nömrəli oyuncusu 3-cü zərbəsi ilə topu oyuna daxil edəcək. Görək, hər hansıda bir ev tapşırığı da izləyə bilərik. Sahib topu oyuna daxil edəcək. Qapı istiqamətindən zərbə Seyfinin zərbəsi idi. Yox, amma top aşırma zərbəyə daha çox bənzirdi, amma təhlükəli olmur. Şirməmməd Zeyd çevirməyə çalışırdı. Sahib buna mane olur. Rızayev Vüsal istiqamətini Vüsal topladı hələ ki. Sürət hesabına rəqibini keçməyə çalışır. Hər yerlə ötürmə. Müdafiəçilər yaxşı oynayır. Gənclikdə komandanın kapitanı Ali Həsənlidir. 18 nömrəli oyuncu. Cəlmə zərbəsindən top oyuna daxil edildi və qapı istiqamətinə Camal bu topu tutmaqda çətinlik çəkmir. İrəliyə doğru ötürmə izləyirik. Eldar qarşılayır. Kapitan Ali. Eldar. Gənclik komandası hücumda və diqqətlər. Hakimlərə penalti təyin edir. Hakimin fikrinə görə bu epizodda sahibə qarşı qayda pozulmuşdu. Camal və ikili sıxışdırma kimi hakim bunu qiymətləndirdi və Gənclik komandası penalti vurmaq imkanı qazanıb. Ali Həsənli topa yaxınlaşacaq. Hesabı açmaq üçün çox gözəl bir imkan qazanıblar hakimdən. İşarə gəldi. Qapıya zərbə və top qapının üstündən keçir. Ali bu zərbənin dəqiq yerini yetirə bilmir. Sübhan irəli oynuyor. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyundan sonra Gol TV'də AFFA U13 Liqasının daha bir görüşü sizlərə təqdim olan qapı istiqamətinə qapıcı Cəfər Kərimov təhlükənin böyüməsinə imkan vermir. 55 nömrəli qapıcıdır. Biz onu sizə 35 nömrəli qapıcı kimi təqdim etmişdik. Cəfər Kərimov. Gənclik komandası
İleriye doğru ötürmə izləyirik. Qeyd edim ki, bu mövsüm Gənclik komandasının oyunu sizlərə ilk dəfədir Gol TV-də təqdim olunur, amma Neftçi İdman Klubu oyununu artıq dəfələrlə izləmişik. Hacıyev out atışını yerinə yetirəcək. Sahibdən irəliyə doğru ötürmə. Akif başla qapıya zərbə, kapitan. Camal keçilməz olur və dərhal da topu qüvvətli zərbə ilə irəli vurur. Cəfər və ilk hissə başa çatır, qısa fasiləyə ayrılırıq. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Gənclik Neftçi İdman Klubu görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə qaçılmış bir penalti təhlükəli oldu və bir də diqqət mərkəzində Ali Həsənli olmuşdu. Onun bir başla zərbəsi də Camal zərərsizləşdirmişdi. Ümid edir ki, ikinci hissədə qollar baxımından, hücumlar baxımından ilk hissəyə baxanda zəngin olacaq. İndi ani bir diqqətsizlik yaşanacaqdır. Camal Dəmirov bu epizodda topu irəli vurur. İrəli doğru ötürmə, Zeyd. Sahibə qarşı belə hakim qayda pozuntusu qeydə alır. Komandanın 9 nömrəli oyuncusu Umaxan Mehdiyev. Topun gerisində 3 nəfər var canlı sətdə. Gənclik komandasının oyuncusu cəlmə zərbəsindən hakimdən işarə gəlir. Sol ayağı ilə qapı istiqamətinə zərbə və topu qapının üstündən vurur. İlk hissədə olduğu kimi ikinci hissədə Gənclik oyuncuları bir qədər fəal başlayıblar. Etibar Seyidov cəlmə zərbəsindən topu oyuna daxil edəcək. Təhlükəli bir nöqtədir. Seyidov top canlı səhv edərək qayıdır. Daha bir zərbə və daha bir əlverişli imkandan istifadə etmək mümkün olmadı. Məhz Elçin Şükürov da buna işarə verir ki, Zeyd dabanı ilə, mən də elə düşünürəm, dabanı ilə topu qapıya göndərsəydi həm qol vurma şansı daha çox olacaqdı, həm də bu mövsüm Gol TV-nin çəkiliş etdiyi oyunlarda ən gözəl 10 qoldan birini vuracaqdı. Hakim görüşü davam etdirir. Etibar Seyidov. Etibar mərkəzə çəkildi, qapıya zərbəsi və top qapıdadır. Qüvvətli zərbə ilə topu Gənclik komandasının qapısından keçirir. İkinci hissədə çox çalışmışdı, nəhayət o ikinci hissədə hissəyinə nail ola bilir. Yerlə qapıya dəqiq zərbə indirir komandanın 10 nömrəli futbolçusu Etibar Seyidov. Bu mövsüm Gol TV-nin çəkiliş etdiyi oyunlarda Eldar Etibar Seyidov artıq 5-ci qolunu vurur. Zərbə çox profesional şəkildə yeni yetirilmişdi. Kərimov qapıdan zərbə ilə topu oyuna daxil edir. Neftçi İdman Klubu qarşılayır. Bu dəqiqələr indi Zeyd topu qazandı. İndi qapı istiqamətinə zərbə indirir, amma o burada Maradona sayağı, Messi sayağı qol vurmaq istəyirdi. Bu isə hakimin diqqətindən yayılmır. Çox maraqlıdır ki, hakim bu epizodu görməsəydi meydanda nələr baş verəcəkdi. Adətən biz Avropa oyunlarında bu cür epizodları görürük. Bu dəfə AFFA U11 liqasında gözəl qol izləyə bilərdik. Bəzən qayda pozuntusundan elə qolları vurulur ki, olduqca baxımlı alınır. Neftçi Ayxan, kapitan Ali. Neftçi yenidən topu qazandı. Qapı istiqamətində Vüsal zərbə, qapıcı Cəfər topu uzaqlaşdırır. Ayxan İskəndərli növbət dəfə out atışını yeni yetirir, etibarla oynayır. Out. Cəfər Kərimov out atışını, üzr istəyirəm, qapıdan zərbə ilə topu oyuna daxil edir.
İleriye doğru itirmə. Yenidən etibar istiqamətinə etibar. Və az öncə bu nöqtədən və gol! Bu nöqtədən gözəl gol vurmuşdu. Bu dəfə daha baxımlı alınır, topu düz 9'luğa göndərir. Və möhtəşəm gol vurur. Bəli, Etibar Seyidov, yəqin ki onun vurduğu bu gol, Gol TV'də Mart ayında vurulan ən gözəl 10 gol sırasına daxil ediləcək. Ötən aylarda onun vurduğu 100 gol arasından 20. pillədə qərarlaşmışdı. Bu dəfə daha yuxarı pillələr uğrunda qapı istiqamətinə Zeyd təhlükəli zərbə indirir. Daha yuxarı pillələr uğrunda yarışacaq. Etibar Seyidov hər zaman olduğu kimi indi ani bir diqqətsizlik qapçı. Qapçı Camal burada topun qapıdan keçməsinə mane olur. Umaxan az qala buraxılan qollardan bir nəvədən çıxacaqdır. Sahib qapı istiqamətindən zərbə, top qapının üstündən keçir. Seyfi təhlükəli zərbə indirmişdi. İndi qapı istiqamətini yox, zərbə vurmaq mümkün olmadı. Hücumu davam edəcək. Və indi nələr baş verdi və Gənclik buraxılan qollardan bir nəvəzini çıxır. 2-1 fərq minimum minir. Bundan sonraki dəqiqələr daha maraqlı məcrada keçəcək. Mərkəzdən Neftçi İdman Klubu topu oyuna daxil edir. Ruslan. Out. İləliyə indi qapçı topu buraxır. Onun nəzarəti altında top meydanı tərk edir. Camal Dəmirov İləliyə oynuyor. Qapçı Cəfər iləri çıxır. Və bitdi. Hakim görüşü bitirdi. Hörmətli futbol azarkeşləri hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Gənclikdə kapitan 18 nömrə Ali Həsənli, Neftçidə isə oyunun ulduzu, o da kapitandır, Etibar Seyidov, 10 nömrəli futbolçu və beləliklə Etibar Seyidov Gol TV'nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqəni təmin edir. Həmin turnir aprel ayında Mart ayının qaliblərlə keçiriləcək. Sağ olun, gələn görüşlərə dək.